أفغير دين الله يبغون وله أسلم من في السماوات والأرض طوعا وكرها وإليه يرجعون. Bir bacı mənə zəng etdi. Ərindən şikayətləndi. Bu gənci təxminən 15 ildir tanıyıram. Biz çox vaxt dini proqramlarda və elm yolunda bir yerdə olmuşuq. Onu yaxşı tanıyıram. Deyir ki, şeyx, ərim əvvəl imanlı idi, düz yolda idi. Amma indi əvvəlki kimi deyil. İndi o qadınlarla tanışlıq və söhbət etməyi adət halına salıb. Gündə 10 qadınla danışır. Onlarla mehriban və yumşaq tonda söhbət edir. Namaz qılmır. Əvvəllər evimizdə yalnız Əl-Məcd televiziya kanalı vardı. İndi isə 1500 kanal var. Tam başqa bir aləm, başqa bir həyat tərzi. Mən bu qardaşın həyatına baxdım və dedim, Subhanallah. Mən onda əvvəl imanın artıq zəifləməyə başladığını və soyuqluq əlamətlərini görürdüm. Mən ona bu işlərə düşməzdən öncə nəsihət etmişdim. Lakin qulların qəlblərini kim idarə edir? Onları yalnız Allah Teala idarə edir. Sənin üzərinə düşən yalnız çatdırmaq və xatırlatmaqdır. Qəlbin sabit qalması çətindir. Ey əziz qardaşlar, bu dəqiqələr ərzində gözəl və hamımız üçün vacib bir mövzu ətrafında danışacağıq. İmanı necə gücləndirmək olar? Əzizlərim, iman iki tərəfdən ibarətdir. Bir tərəfi əqidə və etiqadla, digər tərəfi isə əməl və davranışla bağlıdır. Yəni iman sadəcə əməl deyil, iman qəlbdəki bir əqidədir. Bizim tanıdığımız kimi imanın rükunları var. Allaha, onun mələklərinə, elçilərinə, axirət gününə və digər imanın əsaslarına inanmaq. Əgər iman dağlar kimi qəlbdə möhkəm bərkisə, bu zaman insanın bütün əməllərinə, sözlərinə, həyatına, qazancına, malına və xoşbəxtliyinə təsir edər. Hər şeyinə təsir edər. Ona görə də səndə iman ehtiyatı həmişə yüksək olmalıdır. Bu heç də çətin deyil. Bu, Allahın asanlaşdırdığı kəslər üçün asandır. Amma həmin məsələni çətin görənlər üçün çətindir. İman, əvvəl də dediyimiz kimi, əqidə, söz və əməldən ibarətdir. Kim bu imanı səmimi və sadiq şəkildə yaşasa, o insan bu dinin ləzzətini dadar. Və elə bil ruhi rahatlıq və sevinc dünyasında yaşayar ki, onlarda olan sevinci və xoşbəxtliyi şəhvət və günah içində yaşayanlar xəyal belə edə bilməz. Çünki şəhvətə uyan insan da müəyyən ləzzət yaşayır. Amma bu müvəqqəti bir ləzzətdir. Onu şeytan gözəlləşdirib bəzəyir, amma əslində o ləzzət deyil. Ona görə də insan, məsələn, şərab içəndə, ya da əxlaqsız serial izləyəndə, ya da haram bir şeyə baxanda, həmin işi bitirəndən sonra içində bir sıxıntı və boşluq hiss edir. Sonra o boşluğu doldurmaq üçün başqa bir əyləncə, başqa bir günah axtarır. Beləcə, bütün bu günahlarda insan əslində bir şeyi axtarır, amma onu heç vaxt tapa bilməyəcək. Çünki Allah qəlblərin rahatlığını bu şeylərdə yaratmayıb. Amma mömin insan namazdan sonra zikr edir. Zikirdən sonra sünnə namazlarını qılır. Evə gedərkən də əstəğfirullah, əstəğfirullah deyil. Bəs niyə o bu qədər ibadətlə yaşayır? Çünki o bu şeyləri bir vəzifə kimi görmür. Əksinə, onlardan ləzzət alır, həzz duyur. O isti günlərdə oruc tutur. Soyuq günlərdə qalxıb ibadət edir. Malını xərcləyir, baxmayaraq ki, bəlkə də çox az pulu var. Bəs niyə belə edir? Çünki o da bir ləzzət yaşayır. Amma bu ləzzət günah ləzzətindən tam fərqlidir. Günahkar necə günahdan həzz alırsa, mömin də imandan, ibadətdən elə həzz alır. Amma onlar arasında çox böyük və dərin bir fərq var. Bu iman Peyğəmbərin qəlbində də sallallahu aleyhi və səlləm yerləşmişdir. Və ondan əvvəlki Peyğəmbərlərin də qəlbində yerləşmişdir. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm həyatına bax. Ayşə radiyallahu anhə deyirdi ki, sizdən kim onun etdiyi kimi edə bilərdi? Yəni o, çox yüksək səviyyədə ibadət və imanla yaşayırdı. Peyğəmbərin sallallahu aleyhi və səlləm ibadət həyatı tamamilə imanın təsiri altında olan bir həyat idi.
Biz onun həyatını oxuyanda və düşündükdə bu iman halının bizə də təsir etdiyini hiss edirik. Səhabələrin halına gəlincə bu mövzu uzundur və inşallah sonra geniş danışılacaq. İndi isə bir sual: niyə biz imanın artması və zəifləməsi barədə danışırıq? Çünki bu dövrdə fitnələr çoxalıb. Bu fitnələr dinimizə zərbə vurur, imanı sarsıdır. İnsanın imanı sınaqlardan keçir. Bu fitnələrlə insanın nəyi imtahan olunur? Bədəni mi, yoxsa maşını mı? Xeyr, imanımız və dinimiz. Sənin imanın sabit qalacaqmı, yoxsa zəifləyəcək, ya da tamamilə çevriləcəkmi? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub: əməlləri görməyə tələsin, çünki qaranlıq gecənin parçaları kimi fitnələr gələcək. Tələsin deyəndə nə nəzərdə tutulur? Yəni tələsin, yarışın, gecikməyin. Niyə, ya Rasulullah? Çünki fitnələr gələcək. Onlar necə fitnələrdir, ya Rasulullah? Bizə de, qaranlıq gecənin parçaları kimi. Yəni elə bir qaranlıq ki, heç bir işıq yoxdur. İnsan qorxur, yön tapa bilmir. Məsələn, səhraya getsən, əgər heç bir işıq yoxdursa, heç nə görə bilmirsən. Elə bir dövr gələcək ki, fitnələr də o qaranlıq gecə kimi olacaq. Aydınlıq, istiqamət yoxdur. Qarışıqlıqlar gələcək. Yaxşı, bəs o vaxtı bəzi insanların halı necə olacaq? Bu vaxt gəldikdə insan səhər mömin olar, axşam kafir olar. İndi bu ağlabatandırmı? Kimisi deyə bilər, yox, Rasulullah mübaliğə edib. Xeyr, mübaliğə etməyib. Bu həqiqətdir. Bizim dövrümüzdə də baş verir. Twitterdə dindən dönənlər, ateistlər görməmisiniz? Özləri üçün kanallar açırlar. Ateistlikdən nə gördüm kimi mövzularda yazışırlar. Tövbə edən də var, etməyən də. O mürtədlər deyir, xoşbəxtlik, azadlıq, azad yaşayış tapdım. Mən cahiliyyətdə idim. Mən belə idim, elə idim. Bəlkə də səhəri imanlı idi, amma əsrdən sonra İslamdan döndü. Vallahi, ey qardaşlar, o sadəcə bir günaha baxmayıb və ya sadəcə bir mahnı dinləməyib. Xeyr, o Allaha inanmağı tərk edib. Təəccüblənməyin, dünya fitnələrlə doludur. Bəs bu fitnələr zamanı insanı qoruyan nədir? Əlbəttə ki, Allahdan sonra səni qoruyan imanın gücüdür. Çünki sənin imanın səni fitnəyə yaxın buraxmaz. İman səni öyrədib və tərbiyə edib ki, fitnələrin olduğu yerlərdən uzaq durasan. Beləcə qəlbin o fitnələrdən təsirlənməsin. Fitnələr iki cürdür. Birinci, şübhələr fitnəsi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, elə vaxt gələcək ki, insan səhər mömin olar, axşam kafir. Niyə? Əksi də ola bilər. Axşam mömin idi, güclü bir fitnə gəldi və səhər dindən çıxdı. Yəni mürtəd oldu və bu dini tərk etdi. İmanın zəifləməsinə təsir edən ikinci tərəf isə şəhvətlərdir. Və bu, bəlkə də bugün bir çox müsəlman ölkəsində ən çox yayılmış fitnədir. Qərb dünyası əvvəllər şəhvətlər üzərində çalışırdı. Amma son zamanlar şübhələr üzərində də çalışmağa başlayıblar və hər ikisi imanı dağıdır. Əvvəllər sələf alimləri insanları həm şübhələrdən, həm də şəhvətlərdən çəkindirirlər. Amma hal-hazırda insanları şəhvətlər ilə azdırmağa daha güclü işləyirlər. Demək olar ki, əksər evlərdə izlənən televiziya kanalları insanların evlərinə fəsad yayır. Bəs bu kanallar nə istəyir? Onları quranlar nə istəyir? وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَن تَمِيلُوا لا يريدك أن تثبت لا أن تَمِيلُوا مَيْلًا عَظِيمًا. Onların nə istədiklərini bilən Allah onlar haqqında deyir. Onlar sənin sabit olmağını istəmir. Böyük meyl. Bəzən bir insan doğru yola girir. Amma biraz meyl edir, biraz əyilir. Əgər bu əyilmə az olarsa, bəlkə düzəlmək mümkündür. Amma əgər böyük bir meyl edərsə, artıq yolu tamamilə tərk etmiş olur. Yəni o əsas yoldan çıxır və başqa bir dünyaya, şəhvətlər dünyasına keçir. Şəkillər, açıq-saçıq səhnələr, mahnılar, günahlar. Bunların hamısı bir-birindən qidalanan şeylərdir.
İstər gənc, istər kişi, istərsə də qadın olsun. Əgər dinlərinə diqqət etməzsə, şəhvətlər onun qəlbinə yaxınlaşar. Bəs bu zaman nə baş verər? Bu zaman qəlb zəifləyər. Qəlb çox zəifdir, qardaşlarım. Əgər bu yollar açılarsa, hətta təqvalı və salih bir insanın da qəlbinə təsir etməyə başlayar. Qəlb çox həssas, çox incədir. Bu əskinin bəyazlığına baxın. Qul günah işlətdiyi zaman onun qəlbində qara bir nöqtə əmələ gəlir. Təsəvvür edin, ağ bir kağız götür və üzərinə qara bir nöqtə qoy. Necə görünür? Ağın üzərində qara bir ləkə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, qul günah edəndə onun qəlbində qara bir nöqtə yaranar. Yəni, hər günah qəlbi qaraldır. Yaxşı əməl isə əksinə qəlbi və üzü nurlandırır. Əgər insan tövbə edərsə, bu nöqtə təmizlənər, qəlb nurlanar. Amma insan günaha davam edərsə, bu nöqtələr çoxalar, nəhayət qəlbi tamamilə örtər. Buna ran deyilir. Ran, yəni qəlbin üzərini bürüyən qara örtük deməkdir. Niyə bu qəlb qara örtüylə örtüldü? Çünki günah və şəhvətlərə alışdı. Allah buyurur, كلا بل ران على قلوبهم ما كانوا يكسبون. Yəni qəlb qaralır. Əziz qardaş və bacılarım, kanalımıza abunə olun, bəyənin, paylaşaraq əzizlərinizi də faydalandırın. Xeyrə yol göstərən həmin xeyri etmiş kimidir. ورؤية وجهه المنزه عن التمثيل والتشبيه كما ترى الشمس في الظهيرة والقمر ليلة